her yanında olan insan seni xilas etmir. Kimse sana pul verir, kimse sana əlaqələr qazandırır, kimse sana imkanlar açır. Amma onlardan kim səni Allah'ı xatırladır? Kim səni görəndə dünya haqqında deyil, ahirətini sənə xatırladır. Bir qardaş ki, hər görüşdə sənə Allah qarşısındakı payını xatırladır. O hər görüşdə əlinə bir dinar qoyandan sənin üçün daha xeyirlidir. Düşün, sənə dinar verən sənin dünyanı yüngülləşdirir. Amma sənə Allah'ı xatırladan sənin əbədiyyətini xilas edir. Bugün ətrafımızdan nə qədər insan var. Amma onlardan nə qədəri deyir? Qardaş, çoxdandır Quran oxumursan. Zəiflədin, Allah'a qayıt. Bunu tərk et, bu səni uzaqlaşdırır. Amma asanlıqla tapılır elləri ki, səni günahda belə dəstəkləyir. Uca Allah buyurur, o gün müttəqilərdən başqa bütün dostlar bir-birinə düşmən kəsiləcəklər. Bu söhbətlər, bu görüşlər, bu gülüşlər hamısı bitəcək. Və bir gün birlikdə güldüyün insanlar səndən üz döndürə bilər. Amma səni Allah'a yönəldən səninlə qalacaq, hətta qiyamət günü də. Həqiqi dost odur, sən unutduqda xatırladan, sən yuxuya getdikdə oyadan, yıxıldıqda səni saxlayan, qəlbin çatladıqda onu sağaldan.